rəfiqəmin övladında da biraz müəyyən qüsurlar belə deyim var idi. Müəyyən hardasa bir 44 yaşından sonra o həmişə suallar verdi. Niyə? 44 yaşından sonra o dedi ki, mən başa düşdüm mənim övladım niyə belə olub. Ki yaxşı ki olub. Mənim övladım belə olmasaydı mən belə olmazdım. Əslində o mənim bütün egomu qırıbdı. Yoxsa ki mən dünyada heç kəsi saymazdım. Var belə analar, mən də tanıyıram. Bizə müraciət eləmişdilər. Ana özünü sığışdırmır ki, onun uşağı xəstədir. Utanır. Məsəl üçün məndə necə idi? Mən müqayisə eləyirdim. Əlbəttə ki, müqayisədə Nihat uduzurdu və mən utanırdım. İndi kimsə bunu səhv başa düşər, kimsə düz başa düşər. Deyəcək ki, o adam övladından utanır. Mən sizə tam şuuraltı kodun deyirəm. Bəzən oturub hiss edirsən ki, sən niyə görə bu hissi yaşayırsan? Amma dərinə getsə, bu utanmaqdır, özünü sığışdırmamaqdır.